Naxçıvanda Şahab mahalləsindəki İdris Mamadovun barelefi, belə deyim, barelefi qoyulan yer Şahab mahəlləsi Pirdamış məscidinin yanı. Burada yazılıb şəhidlər heç vaxt unudulmur. Amma çox təəssüflər olsun ki, şəhidlərimiz lapdakı 90-cı ilin, 92-ci ilin şəhidləri unudulur. Mən İdris Mamadovun barelefi haqqında Naxçıvanlılar qrupunda və sosial şəbəkələrdə paylaşım eləmişdim və bizim dəyərli heykəltaraşlarımızdan xahiş etmişdim ki, İdris Mamadovun büstünü bərpaya ehtiyacı var. Görürsünüz, buralarda qorxubdur, deməli, müəyyən yerlərində kraskalar atıb bu cürdür. Yanvar ayının 19'unda İdris Mamadovun il dönümü qeyd olunacaq. Görürsünüz, burada deməli kraskalar atıb. Bu hissəsində də var. Çox xahiş eləyərdim Naxçıvanın dəyərli heykəltaraşlarından, sənətkarlarından çox xahiş eləyərdim ki, 19'u 20'si yanvara qədər İdris Mamadovun barelefinin bərpasında öz köməklilərini əsirgəməsinlər. Bilirəm ki, Naxçıvanda heykəltaraşlarımız, bu işdən başı çıxan sənətkarlarımız var. Amma çox təəssüflər olsun ki, niyəsə keçən dəfəki paylaşımda biganə yanaşdılar. Allah Elman Cəfərova rəhmət eləsin. Bu Elman müəllimin işidir. Çox təəssüflər olsun ki, Elman müəllim də təxminən 20 gün, 15 gün bundan əvvəl haqqın rəhmətinə qovuşub. Onun üçün də çox xahiş eləyərdim heykəltaraşlarımızdan ki, İdris Mamadovun barelefinin bərpasında yardımcı olsunlar.